Qazilərin hamısı eyni əməlindən dünyada götürməyirlər. Bax, biri özünü yandırır, biri özünü astı, biri özünü dağdan atır. Bax, görürsən, eyni formada duyur. Bizim də görə dəfələrlə intihara cəhd eləyib, mən qarşısını almışam, ağzını tiki də çevirə verməmişəm, ağzını açmışım. Bir neçə dəfə bu özün aslamağa cəhd eləyib, xəbər veriblər, qarşısını almışıq. Sən bunu müalicə eləməyəndən sonra, bu müalicə dərmanları qəbul eləməyəndən sonra, qardaş, bu işlərlə işə gedəcək. Və ağlı başında olmayan adam çarəsizdən nəyə gedəcək? İndi laf tutaqlı Təmür bəy, bunlar neynə ki, laf tutulub və tutulan qadınlarımızdan və adın çəkdiyiniz gənc balalarımızdan artıq döyüyor. Nə də ki, halbuki hüquqşünaslarımızdan artıq döyüyor. İstər maşinlə vurulanından tutulmuş, laf hamısına qədər. Bu tutulub. İndi bunun 2 dənə balası qalıb. Məmmədov, Nahid, Saməddinoğlu 2 balası qalıb. Birinin 1 yaşı var, birinin 2 yaşı var. İndi mən buradan sualım var, bu cəmiyyətə, kütləyə, xalqa deyir. Qardaş, mən pensiyanı gözdən əlil adamım, bax. Mən ömrü gözdən aldığım pensiya, mənim dişlərim zadımla tökülüb, şəkər, təzik var, görmədim deyəmən. Mənim aldığım pul bunu ötələməyib. Evim yox, eşikim yox, balaca bir künyyə qayıb yığılmışıq hamımız. İndi bu Amidin, bu Nahidin 2 balası, bir yoldaşı nə ilə dolanacaq? Bunu kim dolandıracaq? Hansı pulla dolandıracaq? Mənim bu 200 neçə manatım tutsa, bu mənim özümə çatmayın. Aynı Həməliyem, sənin balaların milyardı var. Balaların dünyanın hər yerində pulunuz var, mülkünüz var, hər bir şeyiniz var. Axı, mənim də balam, sənin balan getmədi, mənim balam getdi, can verdi o torpağına. İndi bu günləri müazimdən ölək, sənə ləzzət eləyək, bilirsən niyə ləzzət eləyək? Ona görə ləzzət eləyək ki, indiyəsən Nahidə qədər Nahidin qardaşları, yəni görüşən yoldaşları özünü intihar elədi, yandırdı, özünü dağdan attı, öldürdü. Sən buna reaksiya vermədin. Elə bu, belə də qiymətlənməli də bəli, sizə ləzzət eləyik. Bax, siz buna ləzzət alaydın. Bir dövlət Ermənistanla önünə bəli uduzmuş müharibəyə görə şahidlərinə qazilərin pulları 5 dəfə artırdı. Yaşayışları da bizdən 1000 dəfə yaxşıdır. Sən qazi yandırıysan, eski zirayətə məsuliyyətə cəlb eləməkləri, amma kətdə bir-iki, bu köy üstündə davasında bir şeylə vurur, gətirib son səni 10.000, 5.000 pulun alır üstəlindən. Bilirsən, bu dərdimiz böyük yer, bizə bilirsən, boyda bunlar dərd vururlar. Bizim dərd özdə, indiki halda mənə gündəlik var, indi sizə məsələ dedim ki, kimisə qorxuzun uşaqlardan biri, məni qorxuza bilmərsən, mən ölümün gözünə dik baxan kişiyəm. Nə ölümdən qorxmayam, ölümü də gözüm qabağına almışam, türməni də gözüm qabağına almışam. And olsun, Allaha zərrə qədər dünyasını dəyişmiş, nə bayramdan artıq görəm, nə o cavan uşaqlardan. Ölüm haqdır, bir gün dünyadan gedəcəyəm, kişi kimi gedəcəyəm. Sizin kimi söyüş qazanıb getməyənə kişi gedəyəm dünyadan bax. Gedəndə də Ziyafət xanıma mən kişi qeyrətli qadın dedim. Allah onu qəni rəhmət eləsin. Mənim ondan yoldaşlığım da çox olub, mən onu kişi qeyrətli qadın kimi tanıyaydım. Sizin kimi şərəfsiz döyü bunlar, hə? Deputat var, deyək ki, Musadı nədir? Deyək ki, gedib oxuyaydım, oxumuşu mən sənə deyəm, ay Musadı nə zibilsən? Mən bunu qardaş, bu məni olursun. Sənin oxuyan deputatın, sənin oxuyan deməysən, oxuyub canı təsir alaydı. Sənin oxuyan deputatın bu da mirələnlər o. Kişi, deputatı, katibəsini sənlə başda dalın əlini sürtəyim. Sənin oxuyan təsir alan, elmli, savadlı deputatın o daha oxuyub kiminsə qadının dalın əlini çəkməliydim mən. Sənin yetişdirdiyin budur. Sənin təsir. Camahala 80 manat qazının pulu sənin gibi manat artırmaysan. Sen götürürsən. Bu deputatın olsun da şadlıq evi var. Bu deputatın kuşlu oyun sürüsü var, yataqları var, bazarları var. Deputatın her şeyi var. Deputatın her pulunu artırırsan. Bilirsən nerede artırırsan. Çünkü gələcəkdə gene bu seçiləndə sana pul verebilirsin. 1 milyonu aldırsan deputat seçilsin. Deputat seçilmir, deputat təyin olmuyor. Belə de olmalı bu. Deputat ki təyin olundu, hiç vaxt o halkı sayısı alabilmez. Halkı eşitmez. Yıkıp dünüksüz milleti azca çok yerine döndürürsün dünyaya gelmeyinizi. Ha böyle şey olabilmez. Bundan gidebilmeyeceksin. Bak bir tane şey nazarda tattığınız dönü var. Bak ne nefer zaman uşağımı yakın adını çekti ki öldürübler. Burada öldürübler. Heydar eyleminde ilhamı. Gör Elmar Hüseyin'in ağzına günler atmış kişi. Gör dala çekilen var. Ben de olup bir Elmar Hüseyin'in biri. Gene yaranıydı. Bunu kabağı İran'da edam cezası var. Yok cinayetkarın kabağını alabilir. Yok. Allah bilməyəcək, sən ölkəni düzəltməlisən, ölkə düzəlməlidir. Bir nəfər yaşaya, qalanı yaşamaya bu ola bilməz. Sizin sürdüyünüz maşinlərin qiyməti bilirsin nə qədərdir? 1 milyon, 2 milyon, 600 milyon. Mən köhnən olun, bir həsrət çəkimsiz olmayın. Ortadan bölünək, içine dəmir tükə atın sürüyə.
Sen böyle bu yaşayışı yaşayabilmezsen, beni sıvazından öldürsen, sen milyonlar yaşlı olursa, bunu bilmeyeceksen, bu büsyana gidecek. Bunun axırı bilirsin nə vəziyyət yaranacaq? Qabırçı vəziyyət yaranacaq. Mənim timsalımda xalqın 80% bu gündən. Korrupsiya, rüşvət var. Temrə bilirsən nə qariblər. Bax, bunların baratdığı şey deyim. Məsələn, xalqın kənd təsərrüfatı üzrə subsidiya deyilən bir şey bırakırlar. Güya xalq şum sürəndə ona gübrə verəcəklər, azot verəcəklər. Bunu yuxarı səviyyədən, nazirlik səviyyəsində elə bir qoşublar. Bunu verməklə, axı xalq damadda görə verməklər. Əkin, biçin. Elə vaxt verəklər, artıq sən o gübrəni, o azotu oraya verə bilmərsən. Bu düşünülmüş şəkildə qurulur. Sen onu ondan sonra alanda mecbursan kiməsə satasan. Gene de bunu sırrıysa sen kime bakı değilsin apartmaya da uzak otuzay olacaqdı. Gene bunlara sataysan. Yaradıklara bu beyler ayın olduğunu da kimdir sponsor. 5 manata alırlar, 30-40 manatlık, 50 manatlık azotu. 5 manata alırlar. Sonra sen gezişmeye düşende təzədən onu sırrıysa sen de ödü satırlar. Gör bunlar ne oynar satırlar? Aparıyla Sabirabadda pambuk zavodlarına satırlar. Bunlar burada monopoliya yaradıkları, bu gedişatın adı, bu gedişat adı. Sen istersen da bu böyle, ister bunu İlham Əliyev beğenmesin, ister deputatlar bunu beğenmesin. Kardeş, bu kuruluşun, bu sistemin, bu gedişatın adı diktatura. Bu istersen da bu böyle istemekten var. Sen istersen benim girime yoxa, başıma günler var, ağzıma günler var. İstersen beni yık sürü, neyse istersen inşaatından 1 milyon lira getirdik bölüme. Xeyri yoktu, gedişat budur, görünen sıfat budur, bu. Sıfat budur, ikinci sıfat babamlar zaten. Bundan gene bilmeyeceksen, bu biabırçı vəziyyəti aparıp çıkartacaksan. Sen bütün aileni yıkıp töküp sen koza çıkarmayacak köyde. Sen bilmeysen bu uşaklar niye katı ülkeden geliyor? 40 defa Ahmet sana yazdı ki Cenab-ı İlham Əliyev, bana var rahmetli Ziyafət Hanım demişler. İlham Əliyev, Cenab-ı İlham Əliyev, mənə iş ver, müəllimə, məni yetiştiribsən, əziyyət çəkibsən, mənə vermedin. Kardeş ev dolu ve senin mektubuna İlham Əliyev. Ev doludur mektubuna. Vermedim. Bana var şapzanın götürdü kaçtı Ukrayna'ya. Ukrayna'da iş yapabilmedi. Yoksul gelip, boşandan gelip. Ne inanmalıydı? Canın götürdü kaçtı Türkiye'de de değilsen kimse buna zengin gelip sana da maşını götürüp Ahmet. Ben orada, o da göyüp hem olsun değil. Şimdi baskıcı vermişler, ben sizin gelip evde ailemin başını kesip sizi burada ne bir azar kedim benimle. Bu çok olmadan söz soruşum da bu sana gün laf değil ki. Tutum çağ koysan zaman uçanı seni 94 təvəllüdü. 34 yaşlı var, bu adamın alakası yoktu, sen ne düşüneceksin? Senin balaların, senin arvadın, senin kuzun yıkaçlarcı pulun 10%'imiz kaçlayabilir. Ya bizim elimize gelip çıkmıyor. Sen böyle kuruluş olayı, böyle hakimiyet olayı. Dünyanın her yerinde yoktu böyle kuruluş. Her yerinde, tarihte böyle bir şey olmuyor.